Hallo zusammen, ich bin Afsana, eure Deutschlehrerin. Heute erkläre ich euch die Konjunktion obwohl im Deutschen. Los geht's. Obwohl bedeutet bakmayarak. Yani obwohl bağlayıcıdır. Bakmayarak kimin tercüme olunur? Yani bunun cümlədə istifadə qaydalarına baxaq. Məsələn, mən gəzməyə gedirəm, baxmayaraq ki, yağış yağır. Bunu necə deyərik? Birinci, mən gəzməyə gedirəm cümləmizi yazaq. Ich gehe spazieren. Daha sonra baxmayaraq ki, yağış yağır. Obwohl istifadə olunan cümlələrdə feil hər zaman sona gelir. Yazırıq. Baxmayaraq obwohl yağış yağmaq es regnet. Feilin sonunda es regnet. Ich gehe spazieren, obwohl es regnet. Mən yağış yağmasına baxmayaraq gəzməyə gedirəm. Yəni başqa bir cümlə də deyək. Məsələn, mən tort yeyirəm, baxmayaraq ki, diyetdəyəm. Mən diyetdə olmağıma baxmayaraq tort yeyirəm. Gəlin baxaq. Ich esse Torte. Mən tort yeyirəm. Baxmayaraq ki, mən diyetdəyəm. Birinci, mən diyetdəyəm sözünü cümləsini anlamaya necə deyəcəyik? Ich bin auf Diet. Mən diyetdəyəm. İndi deyirik ki, baxmayaraq ki, mən diyetdəyəm. Baxmayaraq ki, cümləyə girirsə, bu zaman feilimiz sonda olacaq. Yazırıq. Obwohl ich baxmayaraq ki, mən bu feilimiz sona atacağıq. Özür obwohl ich auf Diet bin. Feilimizi sona atdıq. Ich esse Torte, obwohl ich auf Diet bin. Diyetdə olmağıma baxmayaraq mən tort yeyirəm.